Üzünün Rəbbani alimidir. Xalqın yeganə söykənəcəyidir. Onu itirməklə elminizi, yolunuzu itirəcəksiniz. Elə o gündə sizin aranızda fitnə fəsad tuğyan eləyəcək. Agah olun. Xilafətin qəsb olunduğu ilk günlərdə Salman deyirdi. Agah olun. Əgər əvvəlcədən Əliyə bağlansınız, Əli əleyhissalamın başına yığışsınız, onda göydən, yerdən, ayağınızın altından, başınızın üstündən sizə ruzu nazil olacaq. Allahın bərəkəti nazil olacaq sizə. Belə olmasa, oturun, bəlanı gözləyin. Mən sizinlə əlaqəmi kəsirəm bugün. Agah olun, əgər mənim vəzifəm zülmlə mübarizə aparmaq olsa, qılıncımı belimə bağlayıb tək vuruşacam və sizin sıralarınızı yara-yara keçəcəm qabağa. Ey insanlar! Əgər fitnələr qaranlıq gecə kimi sizin üstünüzə hücum çəksələr, məhv eləmək istəsə, hamınızı bürüyəcək. Heç biriniz kənarda qalmayacaqsınız. Öndə gedənlərinizlə bir yerdə hamınız məhv olacaqsınız. Ona görə də Peyğəmbər ailəsini qoruyun. Onlar cənnət karvanının başçılarıdır. Hər zaman əlini qoruyun. And olsun Allaha, biz Peyğəmbərin zamanında ona əmirül-müminin deyərdik. Ona vilayətin başçısı kimi salam verərdik. Agah olun ki, mən öz əqidəmi açıq-aşkar sizə bəyan elədim. Allaha iman gətirib Peyğəmbərə təslim olmuşam. Hər bir müsəlmanın mövlası olan şəxs mənim mövlamdır, yəni Əli əleyhissalam. Gedirdi, danışırdı, xəlifəyə deyirdi ki, sənin işin çətinə düşsə, bir məsələ qabağa çıxsa, cavabını bilməsən, kimə müraciət eləyəcəksən? Əli əleyhissalama. Niyə ondan qabağa keçirsən? Halbuki Peyğəmbər demişdi, o hamıdan qabaqdadır. Biri var, bu zamanda tərif eləyəsən. Biri də var, Əli əleyhissalam dünyadan gedəndən sonra. Onda Muaviyyə də tərifləyirdi. Onun dəyəri o idi ki, vaxtında vəzifəyə biləsən. Vaxtını ötürdün, əməlin dəyəri düşür. Və yaxud tələsməyəsən. Əməlləri təhlil eləyəndə bu məsələyə diqqət elə. Ona görə Salmanın dəyəri o dərəcədə idi. Ki, Peyğəmbər buyururdu ki, sən bizim xüsusi qardaşlarımızdansan. Peyğəmbər Salmana deyirdi. Sən müqərrəb mələklərin məhbubusan. Göyün ən yaxın mələkləri səni çox istəyir. Sənin fəzilətin göylərdə günəş işığından daha parlaqdır. Quranın buyurduğu Əl-ləzinə yu'minunə bil-qeyb sənsən. O ki, Quran buyurur, o kəslər ki, qeybə iman gətiriblər, Bəqərədə və başqa ayələrdə, o sənin kimi insanlardır. Allah Salmanı çox istəyir, Peyğəmbər buyururdu. Allah mələk vasitəsilə mənə əmr eləyib ki, mən Salmanı çox istəyim. Kim Salmanı sevsə məni sevib, kim Salmana düşmən olsa mənə düşməndir. Əli əleyhissalam Əbu Zərə deyirdi ki, Salmanı tanıyan insan mömindir, tanımayan kafirdir. İnsanın dərəcəsinə bax. Ki bunu tanımayan kafirdir. Deyirdi Əli əleyhissalam ki, Salman Babullahdır, Allahın yer üzündə hidayət qapısıdır. İman ona səbəb olur ki, insan dəqiqliyi ilə vaxtında vəzifəsini təyin edir. Üzərinə düşən işin nədən ibarət olduğunu anlayır və başa düşür. Və bundan sonra Əli əleyhissalam buyurur ki, insan dinc oturmaz. Cənnətlə cəhənnəmi görən insan dinc oturmaz. Sari'u ilə məğfirətin min Rabbikum. Tələsün Allahın məğfirətinə tərəf. Elə bil yarışdır. 50-60 il ömür çox qısa məsələdir. Çox qısa vaxtdır ki, əbədiyyəti qazanasan, onun da hələ neçə ilini boş-boş şeylərlə məhv eləyib gedirsiniz. Nə qədər saatlarınız? O gün bir alimdən mən eşitdim, deyir ki, tələbəlik illərimdə dərs oxuyurdum. Dərsin arasında deyir, dincəlmək üçün gedirdim, axar su var idi mədrəsənin yanında. Ona baxırdım, bir neçə dəqiqə. Sonra vaxt keçdi, deyir, mən hesabladım, orada dayandığım vaxtın hamısı elədi 15 dəqiqə. Bəlkə bir dəqiqə dayanardım. İndiyəcən heyfistənirəm ki, 15 dəqiqəm hədər keçdi. Allaha iman gətirən, axirətə etiqadı olan insan tələsir, xeyir işdə tələsir. Çünki çox az ömürdə çox böyük bir səfərin azuqəsini hazırlamaq lazımdır. Əli əleyhissalam şikayət edirdi ki, vaxtın azlığından, səfərin uzunluğundan. Bu səfər uzun səfərdir.
ağır səfərdir. Onun üçün nə hazırladın, əcəl çatanacan hazırladın. İndi onu mən bilmirəm, 60 il olacaq, 70 il olacaq, 30 il olacaq, 40 il olacaq, onu heç kəs bilmir. Ona görə də arxayın oturmayın. Həzrət Əli əleyhissalam buyurur Nəhcül Bəlağədə, arxayınlıq olmaz. Siz çalışın, tələsin, hər gün xeyir işlərdə qabağa keçin ki, birdən zaman fürsət verməz, az əməllə köçərsiniz. Ondan sonra nə olacaq? Ona görə Peyğəmbər zamanının insanları, sahabələr bir-biri ilə xeyir işdə yarışa çıxmışdılar. Birinə deyəndə sənin namazın nə gözəldir, deyərdi filan sahabənin namazı məndən də gözəldir. Bir-birinə müsabiqəyə yarışa çıxmışdılar. Xeyir işlərdə Quran bizi dəvət edir ki, tələsin. Birdən fürsət əldən çıxar. Bugün elədiyin iş sabah dəyərdən düşər. Sən bugün onu eləməzsən, sabah da eləməyin bir o qədər də qiyməti olmaz. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah.